Salam, hər vaxtınız xeyir olsun. 7 ən xeyirli və sağlam qida məhsulları haqqında sizə məlumat verməzdən əvvəl bədənə ziyanlı olan hal və məhsullar haqqında bir neçə kəlmə demək istəyirəm. Bu da siyahıda birinci yerdə insülin dayanır. Yüksəlmiş şəkər hesabına insülini oyadan hər hansı bir məhsul bədənə ziyandır, xəstəlik törədir. İnsanın qəbul etdiyi qida məhsulları, vitaminlər, minerallarla, fitonutriyentlərlə zəngin olmalıdır və bunun tərkibində karbohidratlar az olmalıdır. Yağ, zülal nisbətində yağlar üstünlük təşkil etməlidir. Ən xeyirli qida məhsulları arasında birinci yerdə deməli, duzlu kələm dayanır. Duzlu kələm karbohidratlar burada tərkibində azdır. Nutriyentlər və liflərlə zəngindir. Tərkibində olan vitamin C-nin çəkisi digər məhsullara nisbətən daha çox təşkil edir ki, bundan başqa duzlu kələmdə U və K2 vitamini də vardır. İkinci yerdə rukkola gəlir ki, bu tərəvəz fitonutriyentlərlə zəngindir. Ürək qan damar sisteminə müsbət təsir göstərir, qaraciyərə müsbət təsir göstərir, iltihabı yatırdır. Bunun tərkibində kalsium, kalium, fol turşusu, maqnezi, vitamin C çoxluq təşkil. Bu da onu çox qiymətli qida məhsuluna çevirir. Üçüncü yerdə pekan tozu gəlir ki, onun tərkibində karbohidratları azdır. Yağın zülala nisbəti 7-nin 1-ə təşkil edir ki, bu da ideal nisbət hesabı olunur. Tərkibində çink və vitamin B1 daha çox təşkil edir. Sonra ən xeyirli qida məhsulları sırasında növbəti yerdə zeytun yağı gəlir ki, zeytun yağını Yunanlılar ilahi atribut kimi baxırdılar ki, bu da onun xeyirli tərkibi ilə əlaqələndirirlər. Tərkibində çoxlu minerallar, vitaminlər vardır, polifenol vardır. Omega-3 yağ turşuları vardır. Zeytun yağı xərçəng hüceyrələrini məhv edir, pis xolesterini məhv edir, qanda şəkərin səviyyəsini aşağı salır. Növbəti ən xeyirli qida məhsulları siyahısında qızıl balı gəlir ki, bunun yağlı növü daha çox xeyirlidir. Tərkibində omega-3 yağ turşuları, kalsium, kalium, çink vardır. Növbəti məhsul treska balığıdır ki, bunun tərkibində omega-3 yağ turşuları çoxluq təşkil edir. Kalsium, kalium, D, yod, fosfor, K2 kimi vitaminlər çoxdur. Və növbəti, sonuncusu ən çox xeyir verən, sağlamlaşdıran məhsul sırasında o təbii otlayan qoyunun əti gəlir ki, onun tərkibində B qrup vitaminlərin əksəriyyəti var. B12, B6, B3, B2, B5 vitaminləri, fosfor və sink onu çox qiymətli məhsula çevirir. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.